Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar şəxsi həyatı ilə bağlı yayılan şayələrə son qoyaraq həyat yoldaşı Anna Akopyanla münasibətləri barədə gözlənilməz açıqlamalar verib. Medialog xəbər verir ki, baş nazir ictimaiyyət qarşısında yenidən Anna Akopyanla birlikdə çıxmasını şərh eləyərək ailəsinin yenidən birləşmə ehtimalından danışıb. Paşinyan bildirib ki, daha əvvəl Akopyanın verdiyi qərarlar barədə sadəcə fikirlərini bölüşüb, lakin bu həmin qərarlarla tam razılaşdığı mənasına gəlmir. Münasibətlərini bərpa eləmək üçün ciddi səylər göstərdiyini etiraf edən Ermənistan rəhbəri ailəsini qoruyub saxlamaq üçün real şansın yaranmasından məmnunluğunu ifadə eləyib. Uzun müddətdir ki, mətbuatda cütlüyün ayrıldığı və ciddi ailəvi problemlər yaşadığı barədə xəbərlər dolaşsa da, Paşinyanın bu son bəyanatı Ermənistanın birinci ailəsinin barışıq ərəfəsində olduğunu göstərir. Hazırda cütlüyün birlikdə fotoları Ermənistanda ən çox müzakirə olunan mövzular arasındadır.